Herkese salam. Bugün Temu'da qaytarılma haqqında məlumatı başa salacağım sizə. Çox asan bir yolla. Buradan sifariş elədiyimiz məhsula giririk və qaytarmaq istədiyimiz məhsulu seçirik. Məndə misal üçün bu kurtkadır. Burada bir neçə xanalar çıxır. Mən seçirəm saytda düzgün məlumat verilmədiyi haqqında. Buradan şəkillərin və ya videosunu yükləyə bilərsiniz. Altdan isə şərhinizi yazın, nəyə görə qaytarmaq istəyirsiniz bu məhsulu. Sonra növbətiyə basırıq. Şöyle eləmişəm. Burada sizə ya United ya da Starbucks'a qaytarılma çıxır. Hansı məntəqə sizə yaxındırsa, oranı seçə bilərsiniz. Burada qeyd edim ki, United'a daxildə Expargo, 166 Cargo və Kango. Onlar vasitəsilə istədiyinizi seçib qaytara bilərsiniz. Starbucks'da bildiyiniz Starbucks'la. Qeyd edim ki, istənilən məhsulu qaytara bilərsiniz. Bu 2, 3, 4 də ola bilər. Bir kodun altında gedəcək çünki. Yalnız nəyəsə unudub sonradan qaytarmaq istəsəniz, o artıq ödənişli olacaq. Qırmızı ox olan işarədə xəritə açılır və oradan sizə yaxın olan məntəqəni seçə bilərsiniz. Növbəti keçid artıq bizim ödənişi qaytarma üsulumuzdur. Ya Temu'nun balansına yatır və ya sizin karta qaytarılır. Üstdə olan Temu balansı, aşağıda olan kart balansıdır. Sizə hansı daha yaxındırsa o. Mən misal üçün burada kart balansını seçirəm. Temu'nun kredi balansı yenə də sizin puldur və siz o pulu yenidən istifadə edə bilərsiniz növbəti dəfə məhsul alanda və ya karta tələb edə bilərsiniz. Karta yatmağı isə sizin bankdan və məhsulunuzun nə qədər tez çatmağından asılıdır. 2-3, maksimal 3-4 həftəyə qədər uzana bilər. Ya 2-3 gün, ya da 1 aya qədər uzana bilir bu proses. Ortalama məhsulu qaytarma 3 ay ərzində baş verə bilər. 3 ay keçdisə siz artıq o məhsulu qaytara bilməzsiniz. Bəzi məhsullarda isə 1 ay və ya 2 ay limit qoyulub. Və axırıncı qalır barkodu çıxartmaq. Barkodumuzu çıxardırıq. Burada göstərilir hara girmək lazımdır, necə eləmək lazımdır. Və bu barkodu gedib məntəqədə göstərməliyik. Məntəqədə göstərəndə sizə kağızda veriləcək ki, onu özünüzdə saxlayasınız. Və sizə Temu'dan bildiriş gəlir ki, pulunuz karta, əgər kartadırsa bir neçə müddət alacaq, əgər Temu balansıdırsa daha tez olur bu məsələ.